verirəm özüm, yəni baxım, geyinim əynimə, sonra alım. Çünki yəni baxmamış elə bilirəm ki, zakaz versəm internetdən o ürəyimcə olmayacaq, geri də qaytarmaq mümkün olmayacaq. Cəmiyyətdə elektron ticarətə münasibət birmənalı deyil. Kimisi bu xidmətin üstünlüklərindən və faydasından danışır, kimisi də onlayn mağaza tərəfindən aldadıldığını dilə gətirir. Çünki bizi də yoxlatmasam əmin ola bilmərəm. Yəni orada yazmaqla deyil. Yoxladandan sonra ya orada yazır ki, 100% qaranti var, belə. Yoxladandan sonra qaranti yoxdur. Ona görə. Elə olur ki, daha onlar pul ödəyirlər, həmin mal gəlib çıxmır da. Aldadılır. Belə də olur. Bəs keyfiyyətlə bağlı problemlə qarşılaşırlar? Sözün düzü, mən keyfiyyətini də o dərəcədə bəyənmirəm. Yəni onu sırf belə dükana, bazara belə elə-belə, yəni bir şık bir şey olmur o. Yəni şəkillərdə göründüyü kimi olmur. Bugün inkişaf etmiş ölkələrdə elektron ticarət geniş yayılıb. Böyük şirkətlər, ticarət qurumları bu sahəyə xüsusi önəm verir. Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? Məlumat üçün deyim ki, elektron ticarət malların və xidmətlərin onlayn rejimdə satışıdır. Bura birbaşa nağd ödəniş və ya malın alıcıya çatdırıldıqdan sonra dəyərinin ödənilməsi daxildir. Bəs ölkəmizdə elektron ticarətin inkişafına nə mane olur? Bazar araşdırmaları üzrə mütəxəssis Aqil Nəsibli deyir ki, internet istifadəçilərinin sayı ölkəmizdə hələ də kifayət qədər olmadığından bu sahədə inkişaf aşağı templə gedir. Eyni zamanda elektron ticarətə inamın aşağı olması, əhalinin plastik kartlardan kifayət qədər istifadə etməməsi və yerli internet səhifələrində təhlükəsizliyin zəif təmin olunması əhalinin internet üzərindən alış-veriş etməsinin qarşısını alır. Ümumi Azərbaycanda baxsaq ki, elektron ticarət ümumi ticarətin 4%-ni təşkil edir. Bu çox az bir rəqəmdir. Ancaq Avropada, hətta Amerikada bu 80%, Avropada isə 60-70%-ə qədərdir. Bizdə internet istifadəçilərin sayı çox azdır. Həm də bizdə yaxın 10 il ərzində dialog sistemi olduğuna görə, bizdə fiber optik sistemlər olmadığına görə internet istifadəçilərinin azlığı bu sayda inkişafın qabağını alır. Azərbaycanda əhalinin 5 milyon yaxın əhalinin plastik kartı var. Ancaq baxsaq ki, bu plastik kartların 80%-i birbaşa olaraq maaş kartlarıdır. Bu maaş kartlarından insanlar ancaq maaş almaq üçün istifadə edirlər. Yerdə qalan 20% kart isə onlayn bazar üçün çox zəif bir şeydir. Ekspert deyir ki, 21-ci əsrdə yaşadığımızı nəzərə alsaq, elektron ticarət əhaliyə ən sərfəli xidmət vasitəsidir. Çünki internet mağazalarda ərazi və vaxt məhdudiyyəti yoxdur. Məhsulların çeşidi isə kifayət qədər müxtəlifdir. Onlayn mağazalar vasitəsilə sifariş etdiyiniz məhsulun bir başqasının ünvanına çatdırılmasını da təmin etmək olar. Bu zaman məhsulun çatdırılması əlavə ödənişsiz həyata keçirilir. Hətta bu mağazalar vasitəsilə xarici ölkələrdən də məhsul sifariş etmək mümkündür. Təbii ki, bu zaman bir qədər gözləmək lazım gəlir. Sifariş olunan mal 20-30 gün müddətində alıcıya çatdırılır və həmin malın bəyənilmədiyi halda geri qaytarılması tam təmin edilir. Təbii ki, bu inkişaf etmiş dünya dövlətlərində belədir. Azərbaycanda isə bu bir qədər fərqlidir. İnternet mağazalardan alacağınız mallar haqqında əlavə suallar vermək məhdudiyyəti mövcuddur. Sifariş etdiyiniz məhsul sizə çatdırıldıqdan sonra onu geri qaytarmaq və ya başqası ilə əvəzləmək mümkün deyil. Mümkün olduğu halda isə əlavə faiz tutulur. Ekspert deyir ki, bu məsələnin bir tərəfidir. Digər tərəfi isə ən çox fırıldaqçılıq əlbəttə ki, onlayn sistemdə olur. Onlayn sistemdə bu da odur ki, yəni müəyyən bankların, müəyyən sistemlərin oxşarı bənzəri saytlar yaradılır və bu saytlara link keçidlər edilir. Həmin keçidlər edildiyi zaman insanların məlumatlarını əldə edirlər. Həmin məlumatları əldə etdikdən sonra aydın məsələdir ki, elektron formada həmin insanlar hesablarından pul çıxardılır. Bəli, bəzi şirkətlər var ki, bunu qeyd edirlər ki, biz müəyyən bir zaman çərçivəsində dəyişirik, müəyyən əgər problemlər yoxdursa. Bəzi şirkətlər var ki, sadəcə olaraq qeyd edilir ki, biz cavabdeh deyilik. Yəni pulunuzu ödədiniz, bu qədər. Bu dünyanın o birisi başından mal gəlibsə, biz necə qaytara bilərik, hər hansı vaxtda və necə bu problem yaradır. Ancaq daxili şirkətlər varsa, yəni ölkə daxili şirkətlər varsa, bunu eləmək daha asandır. Əlbəttə ki, bunlar qeyd olunsa daha yaxşıdır, çünki insanlarda inam, güvən daha çox olur. Bu tip halların qanunla çərçivələnməli olduğunu deyən Aqil Nəsibli hesab edir ki, istənilən halda aldadılan sakinlər bununla bağlı aidiyyatı qurumlara müraciət edə bilərlər. Bu qurumlar isə İqtisadiyyat və Sənaye Nazirliyi yanında anti-insar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, standartlaşdırma, metrologiya və patent üzrə dövlət xidməti və Azad İstehlakçılar Birliyidir.
Birliyin sədri Eyüp Hüseynov deyir ki, hər bir istehlakçının aldığı malı 7 iş günü müddətində geri qaytarmağa və dəyişdirməyə tam hüququ çatır. Qanunla qaytarılan malın əvəzində hər hansı bir cərimənin ödənilməsi qadağandır. Eyni zamanda malların və xidmətlərin çatdırılması xərc tələb edərsə, alıcının sifarişi olmadan onların təmin edilməsi də qanunsuz hesab edilir. Eyüp Hüseynov deyir ki, ay ərzində birliyə onlarla bu tip şikayətlər daxil olur. Sizə mən etiraf edeyim ki, Azərbaycan istehlakçıların aldadılması zamanı dövlət orqanlarının müdaxiləsi daha mükəmməldir. Nəinki Mərkəzi Avropa ölkələrində. Mərkəzi Avropa ölkələrində bazar tam liberaldır. İstehlakçı nə qədər aldansın, lakin mükəmməl məhkəmələr var. İstehlakçı versin məhkəməyə, aldadan tərəfi 50 qat, 100 qat nə qədər istəyir ondan cərimə alsın. Qeyd edək ki, 2013-cü ilin yekunlarına görə elektron ticarətin həcmi 2,6 milyon manata çatıb. Bu, ötən illərlə müqayisədə 1,6 dəfə artım deməkdir. Lakin bununla belə, elektron ticarət ümumi pərakəndə ticarətin heç 1%-ni də təşkil etmir.